Salam, hər vaxtınız xeyir. Bugün biz modal feillərə baxacağıq. Modal feillər feillərdən fərqlənir. Niyə görə fərqlənir? Bunu başa düşək. Çünki modal feillər hərəkət ifadə etmirlər. Onlar hərəkətə münasibət ifadə edir. Eynən bizim dildə olan kimi, Azərbaycan dilində belə bir nitq hissəsi var, köməkçi nitq hissəsi var, modal sözlər. O necə idi? Fikrə münasibət bildirirdi. Amma burada isə hərəkətə münasibət bildirir. Yəni modal feillər hərəkətə münasibəti ifadə edirlər. Və bunlar məsdərlə yanaşı işlənirlər, amma məsdərdən fərqli olaraq to hissəciyi bəzilərində işlənmir, amma digərlərində işlənə bilər. Yəni bir şey deyək ki, burada məsdərlə işlənir. Biz burada məsdəri zamana görə dəyişə bilmərik, şəxsə görə dəyişə bilmərik. Yalnız nə var? Kökü olduğu kimi yazırıq. Nə zamana görə dəyişirik, nə də heç bir şey. İlk öncə başlayaq can. Can bilmək, bacarmaq, qadir olmaq mənasında işlənir. Bu bacarıq və qabiliyyət ifadə edir. Can to-suz işlənir. Sualı və inkarı da özü ilə düzəlir. Can indiki zamanda, could keçmiş zamanda işlədir. I can play the guitar. Mən gitara ifa edə bilirəm. Mən gitara ifa etməyi bacarıram. Sualda isə belə olur. Can you play the guitar? Sən gitara ifa edə bilirsən? Mən bacarıq soruşuram. İnkarda deyirik ki, he cannot və ya da ki, he can't ola bilər. He cannot play the guitar. O gitara ifa edə bilmir. Baxın, o gitara ifa etmir, yox ha. O gitara ifa edə bilmir. Ya da ki, could da eyni qayda ilə, sadəcə could keçmiş zamanda olur. I could play the guitar. Mən gitara ifa edə bilirdim. Keçmiş zamanda olur. Yəni bir fərqlilik yoxdur. Sonra biz dedik ki, kəniz çox zamanı görə dəyişə bilmirik də. Yalnız indiki zamanda olur və bir də keçmiş zamanda olur. Amma digər zaman formaları da var ki, gələcək və bitmiş. Bunu necə yaradırıq? O zaman bizim köməyimizə able to gəlir. Baxın, able to. To be able to deyəndə to be hissəsi, yəni to be-nin formaları am, is, are zamanı görə dəyişir də. İndi keçmiş zamanda was, were olur, gələcək zamanda will be olur, bitmiş zamanlarda isə have been, has been, had been-dən istifadə edirik. Deməli, nə edirik? İndiki zamanda can işlədə bilərək, onda əlavə olaraq able to-dan da istifadə edə bilərik. Yəni, eyni mənanı verirlər. Bilmək, bacarmaq mənasını ifadə edir. I am able to learn Spanish. Mən İspan dilini öyrənə bilirəm. Eyni qaydadır. Am birinci şəxsin təki ilə, is təklərlə, are isə cəm şəxslərlə işlənir. Keçmiş zamanda was, were, was təklərlə, were cəmlərlə. Gələcək zamanda isə can'in bir forması olmadığı üçün biz hər birbaşa will be, shall be istifadə edə bilərik. Shall be birinci şəxsin təki və cəmi ilə işlənir. Hal-hazırda bu çox istifadə olunmur, amma will be bütün şəxslərlə istifadə olunur. Bitmiş zamanda da ki, indiki zamanda have been, has been, keçmiş zamanda had been, able to. Bunlardan istifadə olunur. Sonra var may, bilmək. Bu necə bilməkdir? Biz dedik can bilmək, bacarmaq mənası ifadə edir. May isə icazə, ehtimal ifadə edir. Məsələn, deyə bilər ki, mən gedə bilərəm. Baxın, icazə var. May I go out? Və ya da ki, may I drink tea? Mən çay içə bilərəm. Bu formada işlədirik. Və ya da ki, belə də işlədə bilərik. May weather is very cloudy, it may rain. Hava buludludur, yağış yağa bilər. Buludludsa, yəni ehtimal var ki, yağış yağsın. Bu ehtimala aiddir. May də eynən can, could kimi işlənir, yəni to-suz işlənir, sualı və inkarı özü ilə olur. May indiki zamanda, might keçmiş zamanda olur. I may come in, içəri gələ bilərəm. Bir də var ki, may I come in, içəri gələ bilərəm və deyirik ki, I may not come in. Gələ bilmərəm. Bu da ki, might'dır, keçmiş zamanda. Sonra var must, malı, bəli. Bu məcburiyyət, vacibliyi bildirir. Bir şey dediyim ki, Azərbaycan dilində feilin təsriflərin növləri arasında belə bir şey vardır. Vaciblik şəkli. Vaciblik şəkli, bəli. Vacib şəkli. Onun şəkilçisi də malı, məlidir.
İngilislərdə isə vacib şəkli olmadığı üçün bunu must ilə ifadə edirlər. I must answer. Mən cavablamalıyam. Must you answer? Sən cavablamalısan. Ya da ki, he must not answer. O cavablamalıdır. Və burada bir şey dediyim ki, sual və inkar yenə özü ilə düzəlir. Burada must-dan sonra da to-suz fe'l gəlməlidir. Amma able to-da isə to ilə gəlir. Onu yadda saxlayaq. Biz dedik ki, must-ın bir zaman forması olur, indiki zaman forması. Bəs bunun zamanlara görə necə dəyişə bilərik? Keçmiş zamanda, gələcək zamanda işlədə bilərik. O zaman bizim köməyimizə have to gəlir. Have to indiki zamanda şəxsimiz cəmdə olarsa have, təkdə olarsa has. Keçmiş zamanda had to, gələcək zamanda da ki will have to. Shall have to o da işləmir. I have to say. Mən deməliyəm. İndi bir şey deyim ki, digərlərini biz öyrəndik ki, sualı və inkarı elə modal fe'lin özü ilə düzəlir. Amma have to da biraz dəyişir. Have to da isə sual və inkar have ilə deyil, do ilə düzəlir. Do, does, did. Fikir verin, sualda do, inkarda don't-dan istifadə olunur. Təklərdə sualda does, inkarda doesn't istifadə olunur. Bunlar da zamana görə dəyişən yerlərdir. Gəldik should. Should gərək mənasını verir. Yəni, gərək bunu edəm mənasında. Bu, Azərbaycan dilində təsriflənən formalar içərisində arzu şəklinə oxşuyur. Arzu şəklində olan Aə şəklisinə. Burada da yenə to-suz fe'l gəlir. Sual və inkarı yenə özü ilə düzəlir. İndi must-dan fərqi nə oldu? Must vacibliyi bildirir. Amma should isə vacibliyi bildirmir. Məsləhət mənasında işlənir. I should learn Spanish. Mən gərək İspan dilini öyrənəm. Bu mənanı verir. Should you learn Spanish? Sən gərək İspan dilini öyrənəsən. Və ya ki, we should not learn Spanish. Biz gərək İspan dilini öyrənməyək. Və ought to var. Ought to nədir? Bu da ki, bildiyimiz, bayaqları öyrəndiyimiz should'un digər bir formasıdır. Yəni ki, sinonimlik təşkil edir. Sadəcə bir fərqi odur ki, ought to-dan işlənir, should isə to-suz işlənir. Yəni ki, fikir verin, ought-dan sonra to gəlir. Have-də də eyni qaydadır. Have to deyirik. Və ya da ki, able to. Yadda saxlayın. Able-dan sonra to gəlir. Have-in formaları, yəni have, has, had-dən sonra to gəlir. Bir də ki, ought. Ought-dan sonra to gəlir. Sualı və inkarı. Bu da özü ilə düzəlir. Bir də gəldik need. Need nədir? Ehtiyacı olmaq deməkdir. Bu həm əsasdır, həm də modal fe'l kimi özünü göstərir. Əsas fe'l kimi olanda özündən sonra to-lu fe'l istəyir. Amma modal fe'l kimi olanda to-suz fe'l istəyir. Məsələn, read oxumaqdır. Bu tərəfdə baxsaq görürük ki, you need read much. Sən çoxlu oxumağa ehtiyacın var. Bu tərəfdə deyir ki, baxın, bizim dildə tərcümədə eyni mənanı verir demək olar ki, çox da bir fərq yoxdur. I need to find a job. Mənim iş tapmağa ehtiyacım var. Görürsünüz, çox belə fərqli yoxdur. Biz dedik ki, modal fe'llərdən sonra fe'l gəlməlidir. Yəni, əsas fe'l gəlməlidir. Amma need əsas fe'lindən sonra digər nitq hissələri gələ bilir. Fe'lin özü də gələ bilir. Amma fe'lin özü gələndə həmişə to ilə işləməlidir. Biz də qayda öyrəndik ki, need-dən sonra to olmamalıdır, əgər modal fe'l istəyirsə. Sual və inkarı need özü ilə düzəlir. Əsas fe'l olanda isə do, does, did-lə düzəlir. Həmçinin inkarı da özü ilə düzəlir. Zamana görə modal sözü biz zamana görə dəyişə bilmirik. Yəni need dəyişə bilmirik. Amma əsas fe'l olsa zamana görə dəyişə bilirik. Sonra modal fe'l kimi olanda şəxsə görə dəyişmək mümkün deyil. Amma əsas fe'l kimi olanda dəyişmək mümkündür. Amma ən yaxşı qayda budur da, bilirik modal fe'ldən sonra fe'l gəlməlidir. Əgər to-suz fe'l gəlibsə, modaldır. Əgər to ilə fe'l gəlibsə, əsas fe'ldir. Buna müqayisəti baxarsınız. Təsdiq cümlələrində need modal fe'lində demək olar ki, rast gəlinmir.
Çox vaxt o hər hansısa bir inkarlıq bildirən sözlə müşahidə olunur. Məsələn, no one, nobody, nothing və ya da ki, never. Bu tipdə sözlər qabağımıza çıxsa, bilək ki, need-dən istifadə edirik. Bir də var dare. Bu cürət etmək, cəsarət çatmaq deməkdir. Bu da həm əsas, həm müdafiə kimi işlənə bilir. Bu da demək olar ki, need-in qaydaları kimidir. Yəni gördüyünüz kimi o qədər çətin bir şey yoxdur. Hamısı demək olar ki, asandır. İndi biz bunun suallarına baxaq. Modal feillər. Modal feillər bildiyimiz kimi çətin bir mövzu deyil. Sadəcə bir neçə qaydası var. O qaydaları tətbiq etdikdən sonra modal feillər işləmək çox rahatdır. Deməli, sizə öncədən bir neçə qayda verim. Modal feillər qrammatik qaydaya uyğun olmalıdır. Yəni, to tələb edilənlər to-la işlənməli, to tələb etməyənlər to-suz işlənməlidir. Əgər biz to görürüksə, to tələb edilənləri yazırıq, tələb etməyənləri çıxırıq. Və ya da ki, düzgün formada yazılışı olanlar və yazılışı olmayanlar da var. Gəlin hələ birinci sualdan başlayaq, yavaş-yavaş deyək. Görürük ki, burada you işlənib, özündən sonra to gəlib. To gəlibsə deməli, nə ola bilər? Needn't ola bilməz. Çıxdıq. Baxırıq, will able var, won't able var, will have var, bir də ki, haven't var. Bir də yadda saxlayın ki, have-i dedik. Have-in formaları vardı. Has, had. Bunların sualı və inkarı do, does, did-lə düzəlir. Haven't adlı bir şey yoxdur. Qaldı will able, won't able, bir də will have. Yadınızdadırsa biz cədvələ baxanda orada will be able olmalı idi. Be var burada. Be. Amma burada yazılmayıb. Deməli bu qrammatik baxımdan səhvdir. Və ya won't be able olmalı idi. Bunlar da çıxdı. Doğru variant qaldı. C variantı. Məsələn, bunda da eyni qayda. Haven't adlı bir şey yoxdur. Haven't. Belə bir şey görməmişik. Və ya da ki, oughtn't ola bilər, amma özündən sonra to gəlməli idi. Don't have düzgündür, amma özündən sonra to gəlməyib. Fikir verin, nöqtələrdən sonra da birbaşa feil gəlib. Bunda çıxdıq, ought-dan sonra to gəlməli idi. D variantda çıxdıq. Doğru variant A variantı. Görürsünüz, bəzi vaxtlar tərcümə ehtiyac qalmır, amma tərcümə etməkdə lazım. Çünki elə vaxt ola bilər ki, 4 variantın 4-ü də, yəni 5 variantın 5-i də düz olur. Amma orada məna baxımından düz olanı seçmək lazımdır. Məsələn, burada baxırıq. 3-də yazılıb ki, don't have to olmalı idi. Biri çıxdıq. Must ola bilər. Ought. Ought-dan sonra to olmalı idi. 3-də çıxdıq. Have to ola bilər. Won't have ola bilməz. Won't have to olmalı idi. O da to'su yoxdur. Doğru variant 2 və 4. Gördüyünüz kimi qaydalar bu cürdür. 15-ə baxaq. 15-də birbaşa feil gəlib. Are able ola bilməz. To olmalı idi. Aren't able yenə to olmalı idi. Ought-dan sonra to olmalı idi. Haven't to. To düzdür, amma haven't adlı bir şey yoxdur. Have-in inkarı olmalı idi. Don't have to. D variantı ona görə səhvdir. Doğru variant B variantı. Məsələn, 16-ya baxaq. 16-da have-dən sonra A variantı to gəlməlidir. Able-dan sonra to gəlməlidir. Able-dan sonra to gəlməlidir. Couldn't-dan sonra to gələ bilməz. Doğru variant Y variantı. Gördüyünüz kimi çətin bir hissəsi yoxdur. Məsələn, 41-ə baxaq. 41-də görürük ki, o düz gəlmir, A-nı çıxdıq. Amma digərləri qrammatik baxımdan düz gəlir. Should da düz gəlir, must da, can't da, needn't da. Biz indi hansını seçməliyik? Birincisi, tərcümə edərək də tapa bilərik. Məsələn, heç tərcümə etməyək, birinci digər yolu sınayaq, sonra tərcüməyə baxaq ki, görək biz düz tapmışıq, yoxsa yox. Görürsünüz ki, B, C, D və Y variantları hamısı qrammatik baxımdan düzdür,
amma tərcümə baxımından biri düz olacaq. Fikir verirsinizsə, bu 4 variantın 3-ü təsdiqdədir. Should, must və can. Biri isə inkardadır. Deməli, fərqli olan hansıdır? İnkarda olan. O zaman 3 variantın 3-ü düz ola bilməz deyənə biz doğru variant olacaq E variantını seçirik. Needn't. Bu ola bilər. Yəni, bu taktikanı başqa yerlərdə də sınaya bilərsiniz. Deyək ki, 4 variant yox, 3 variant qalıb. 3 variantdan ikisi təsdiqdə, biri inkardadırsa, həmin inkarda olan düzdür. Və ya da ikisi inkarda, biri təsdiqdədirsə, təsdiq olan düzdür. Bunu yadda saxlayın. İndi baxaq. It's going to rain. Yağış yağmağa başladı. You needn't water the flowers in the garden. Deyir ki, bağçadakı gülləri sulamağa ehtiyac yoxdur deyir. Yəni, ehtiyacın yoxdur. O zaman Y variantı düz olur. Gördünüz, yəni bu taktikanı istifadə edə bilərsiniz. Məsələn, 50-yə baxaq. 50-də görürük ki, ought var. Ought-dan sonra to gəlməlidir. Haven't, to adlı bir şey yoxdur. Bunu da çıxırıq. Should, have to, must. 2, 3, 4. 2, 3, 5. D variantı. Məsələn, 60-a da baxaq. 60-da görürük ki, to var. To varsa A-nı çıxırıq, B-ni çıxırıq. Didn't have ola bilər, bir də don't have var, bir də var had. Hansı ola bilər? Orasına fikir veririk. Görürük ki, ikisi də inkardadır. İkisi də inkardadır, biri isə təsdiqdədir. Yəni, 3 variantın 3-ü düz ola bilər, amma ikisi təsdiqdə, biri inkarda olanda doğru variant, daha doğrusu ikisi inkarda, biri təsdiqdə olanda doğru variant o təsdiq olan olacaq. Y variantı. İndi tərcümə edib özünüz baxarsınız, görəcəksiniz ki, Y variantı düzdür. Məsələn, 61-ə baxaq. 61-də demək olar ki, hamısı düz gəlir. Burada bizdən tərcümə istəyir. Birinci siz baxın, tərcümə etməyə çalışın. Görün, baxın görək hansı mənaya gəlirsiniz. Əgər baxdınızsa, indi biz baxaq. Deyir, you'll hardly see, sən çətinliklə görəcəksən, singer müğənnini from here buradan. Sən müğənnini buradan çətinliklə görəcəksən. You sit in the front öndür, row. Sən ön sırada əyləşməlisən ola bilər. Yəni, əyləşə bilərsən, əyləşməlisən, gərək əyləşəsən. Bunlar ola bilər. Əyləşməyinə ehtiyac yoxdur. Ola bilər, xeyr. Əgər buradan çətinliklə görürsə, qabaqda əyləşməlidir. İnkarda olanları çıxırıq. 2, 3, 5 doğru variant. D variant. Məsələn, bura baxaq. Burada görürük ki, yüzdə. Nöqtələrdən sonra to var. To varsa, must-la şolda çıxırıq. 1, 3 doğru variant. D variantı. Nədənsə elə baxır, gəlirik hamısı D variantı çıxır. Maraqlıdır. 106-ya baxaq. 106-da birincisi düz ola bilər, ikincisi düz olmaz, otdan sonra to olmalıydı. Hadn't to adlı bir şey yoxdur. Hadn't to adlı bir şey yoxdur. Didn't have to olmalıydı o. Will able to da yoxdur. Will be able to olmalıydı. Bunda çıxdıq. Qaldı bir was able to. Bir də couldn't. Deyir ki, I do my homework, so I asked for help. Deyir ki, mən ev tapşırıqlarımı edirəm, köməklik istəyirəm, yəni kömək istəyirəm. Edirəm, edə bilirəm, ola bilməz. D variantı ola bilməz.
Edə bilmirəm ola bilər də, yəni edə bilmirdim. Mən ev tapşırıqlarımı edə bilmirdim və edə kömək istədim. I asked for help. Məsələn, 116-ya baxaq. 116-da go verdilər bizə. Go gəlib, yəni to falan yoxdur. Belə baxırıq, bütün variantlar bir dənə üçüncü səhv olur. Have to, must. Bir də inkardadır. Belə baxanda fikir verin. Deyir ki, sən əgər xəstəsənsə, həkimə getməlisən. Gərək gedəsən, bir düzdür. Gərək getməyəsən, iki səhvdir. Have to, gərək gedəsən, düz ola bilər, yəni getməlisən, düz ola bilər. Must, məcburiyyət var burada. Getməlisən. 5 də düzdür. 1, 4, 5. Doğru variant. İndi 2-ni necə çıxa bilərik? Fikir versinizsə 2 də düz olur. Yəni qrammatik baxımdan 2 də düz olur. Sadəcə 3-ü təsdiqdədirsə, biri inkardadırsa, burada bizdə görürük ki, bir variant soruşmur. Əksəriyyətində 3 variant soruşur. Deməli o 3 variant düz ola bilər. 1, 4, 5. Bu da C variantında. Bu tipdə test tapşırıqları hamısının sonuna kimi işləsəniz yaxşı olar. Çünki imtahanda modal feillərdən mütləqdir ki, bir sual düşür. Sizə uğurlar arzulayıram. Növbəti videolarda görüşərik.